Salam. Əvvəlki videoda biz Hunların mənşəyi ilə bağlı yeni genetik tədqiqatdan danışmışdıq. Yəni Hunların doğrudan da Asiyada yaşamış Seonqunların nəvələri olub-olmaması məsələsindən. Bu videoda isə Hunların danışdıkları dillə bağlı yeni, amma biraz da mübahisəli araşdırmadan danışacağıq. Bildiyiniz kimi Hunların danışdıkları dil uzun illərdir tarixçilər və filoloqlar arasında mübahisə doğuran mövzulardandır. Çünki ayrıca Hun dili ideyasından tutun onların türk dillərində, Monqol dillərində və İran dillərində danışdığı iddialarına qədər akademik mühitdə fərqli təkliflər var. Hazırki məqalənin müəllifləri isə Hunlarla Seonqunların, yəni Asiya Hunlarının eyni dildə danışdıqlarını iddia etməklə yanaşı, bu dilin Yenisey dili ailəsinə aid Arin dili olduğunu da iddia edirlər. Yenisey dili nəzəriyyəsi əslində heç də yeni deyil, çünki görkəmli dilçilərdən məsələn ikisi Laios Ligeti və Edwin Puleyblank Yenisey dil ailəsinə aid Ket dilinin Asiya Hunlarının elitasının dili ola biləcəyini irəli sürmüşdülər. 2000-ci illərdən sonra isə Alexander Vovin onların dilinin Yenisey ailəsinin bir başqa dili olan Pumpokol dili olduğunu deyir. Yenisey dilləri istər türk dillərindən, istərsə də Monqol dillərindən daha qədim hesab olunur. Tarixən bu dillər bir neçə dalğa şəklində genişlənən Ural, Türk və Tungus dillərinin təsiri və ya sıxışdırması nəticəsində Sibirin ucqar bölgələrində danışılmışdı. Ona görə də Yenisey dillərinin Baykal gölü ətrafında Şimali Monqolistanda ortaya çıxdığını, amma daha sonra Yenisey dilli qrupların şimala doğru miqrasiyası nəticəsində dilin daha çox Sibirdə danışılmağa başladığını görürük. Bu elə Hind, İran və Çin yazılı mənbələri ilə də üst-üstə düşür. Belə ki, Seonqunların süqutundan sonra onların bir qisminin şimala köçdüyünü bilirik. Bu yeni tədqiqata qayıtsaq, müəlliflər türk və Monqol dillərində mövcud olan və Seonqunların coğrafiyasının xüsusiyyətlərinə aid 5 sözün əslində Yenisey dillərindən alınma olduğunu iddia edirlər. Bunlara göl, gümüş və kərtənkələdəki kələz kimi sözləri misal olaraq göstərirlər. Bir digər sübut kimi Hun dövründən bildiyimiz 3 şəxs adının təhlilini göstərirlər. Bunlar Attila, Atakam və Eskam adlarıdır. Araşdırmada Attilanın adını ilk dəfə Yenisey dilləri ilə izah edirlər. Buna qədər Attilanın adının həm türk, həm german dillərində izahı olmuşdu, amma Yenisey dilində ilk dəfə bu edilir və onlar bu adın qədim Arin dilindəki çevik, sürətli mənasını verən Ati sözündən törədiyini və la şəkilçisinin sifətin dərəcəsini bildirdiyini irəli sürürlər. Yəni onlara görə Attila əslində daha sürətli, daha çevik mənasını verir. Son olaraq isə məqalənin müəllifləri qeyd edirlər ki, Altay Sayan dağlarının şimal-qərbindəki Yenisey hidronimləri və toponimlərinin əsasən Arin dilinə məxsus olduğu görülür. Digər Yenisey dillərindəki toponimlər isə daha çox bu bölgədən şimalda görünür. Və biz də tarixdə Hunların qərbə doğru köç etdiyini bildiyimiz üçün onlar belə qənaətə gəlir ki, bu qərbə köç edənlər əslində Arin dilində köç edənlər idi ki, bu hidronimlər yalnız Arin dilindən izah oluna bilir və bu səbəbdən də bu köçlə Hunların qərbə doğru bildiyimiz hərəkəti tam olaraq üst-üstə düşür. Amma burada bir şeyi xatırladaq ki, bir çox araşdırmanın göstərdiyi kimi həm Seonqunlar, həm də Hunlar multietnik bir quruluşa sahib idilər. Yəni buna görə də bu quruluşun içində yalnız bir dilin danışılmağı çox da ağla batan deyil. Bu araşdırmalarda əsasən müzakirə edilən mövzu bu Hunların elitasını və ya mərkəzi zümrəsinin danışdığı dildir. Genetik araşdırmalardan gördüyümüz qədərilə istər Seonqunlarda, istərsə də Hunlarda sıravi deyə biləcəyimiz xalq qarışıq etnik mənşələrə sahib olsalar da, elitar zümrə az qarışmış və əsasən Şərqi Asiya genləri daşıyır. Xüsusilə də Seonqunların şərq hissəsində yaşayanlar o ilk türklər kimdir videosunda qeyd etdiyim lövhə məzar mədəniyyəti ilə əlaqəli insanların törəmələri olaraq görünürlər. Təbii ki, bu o demək deyil ki, Hunlar və ya Seonqunlar türk idilər, amma proto-türk dili də bəzi digər dillər kimi Seonqunların içində danışılırdı. Ən azından bunu Çin mənbələrində bir sıra türk deyə biləcəyimiz qrupların Seonqunun tərkibində olmağını əsasən demək mümkündür. Belə, bu araşdırma Hunların mərkəzi zümrəsinin Yenisey dilində danışdığını irəli sürür, amma təbii ki, hələ də bəzi zəifliklər və boşluqlar var və buna görə də məncə Hun dilinin orijinalında bir yazı tapılana qədər onların əsas zümrəsinin ana dilinin hansı dil olduğunu demək hələ də çətin olacaq. Hələlik.